Cənubi Qafqazın ekoloji tarazlığını pozan əsas təhlükələrdən biri Ermənistanın dağ mədən sənayesidir. Son illərdə bu təhlükənin daha acı nəticələri ilə üzləşirik. İndi isə sizə Dəstəgirt mis molibden mədəni yaxınlığında yerləşən ölü şəhər və onun ekoloji fəsadları haqqında danışacağıq. Xəritəyə nəzər salaq. Bura Dəstəgirt bölgəsidir. Əvvəllər burada 6000 nəfər yaşayırdısa, hazırda burada cəmi 200 nəfər, bəlkə də daha az insan qalıb. Şəhər tamamilə xarabalığa çevrilib. Sual yaranır. Niyə? Dəstəgirt Ermənistanın ən kiçik şəhəri kimi tanınır. Deyilənə görə ölkədə ən ucuz mənzillər buradadır. İnsan havası, suyu, torpağı məhv olmuş, taleyinin başına oyun açılmış bir şəhərdə niyə yaşasın? Yəni, burada illərdir alıcılarını gözləyən evlər artıq daş parçasına çevrilib. Bakıda mənim Zaporojcum var idi. Mənim bu Zaporojcun yanından keçəndə Bakıdakı avtomobilim yadıma düşür. Təxminən 90 il əvvəl burada mis molibden yatağı fəaliyyət göstərməyə başladı. Ancaq müəssisə 1975-ci ildən istismarını dayandırıb. 9 hektarlıq tullantı anbarında 1 milyon tona yaxın konsentrat qalğı toplanıb. Sonuncu dəfə zavodda ekoloji tədqiqatlar 1990-cı ildə aparılıb. Fəsadlar isə elə bax bu mənzərədir. Məsələni Environmental Protection First koalisiyasının hazırladığı xəritə üzərindən araşdıraq. Xəritə Ermənistanın dağ mədən sənayesi fəaliyyətinin mənfi ekoloji təsirlərini ifşa etmək üçün mühüm məlumatlar özündə toplayıb. Zavod və fabriklərini, zənginləşdirmə zavod fabrikləri, harada yerləşmə yerləri, onları kim tərəfindən istismar edilməsi, istismar nəticəsində hansı çayların çirklənməsi, hansı maddələrlə çirklənməsi haqqında məlumatlar öz əksini tapıb xəritənin üzərində. Bazarçay hövzəsində yerləşən mis molibden xammal yatağının istismarı nəticəsində özündə ağır metallar daşıyan zərrəciklər sulara qarışıb, daha təhlükəli tullantlar əmələ gətirib. Əvvəlcə Həkəri çayın, daha sonra Araz çayının çirklənməsinə səbəb olub. Demək olar ki, ağır metallarla, ən ağır metallarla çirkləndirirsiniz. Oxsiçay haqqında məlumatlar yəqin ki, çox almışsınız. Sonra Zənci çaydır, Cidi çaydır, Abaran çaydır. Bu çayların hamısı adı və bu çaylar deməli tökülür Araz çayına və Araz çayından da Kür çayına, Kür çayından da özü bilirsiniz ki, gəlir Xəzər dənizinə. Bu nəinki Azərbaycanın eyni zamanda Xəzəryanı ölkələri də narahat edən bir prosesdir. Bölgənin əsas şirin su mənbələrindən olan Araz çayının ağır kimyəvi çirklənməsi əhali, biomüxtəliflik, torpaq və su ekosistemlərinə böyük təhlükə törədir. Bu yaxınlarda İranın ekoloji problemlər üzrə ixtisaslaşmış nəşri olan Pəyam Ema qəzetində Araz çayının çirklənməsi ilə bağlı yayılan hesabatda da çayın 59 ağır metalla yüksək dərəcədə çirkləndiyi qeyd edilirdi. Deməli, bir koalisiya olaraq biz tələb edirik ki, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərin açsınlar. Eyni zamanda deməli biz tələb edirik ki, həmin mədən və fabriklərdə monitorinqlər aparılması üçün bizə imkan yaratsınlar ki, biz həmin ərazilərə gedək və monitorinqlərimizi keçirdək həmin ərazilərdə. Bizim çaylarımızı, havamızı, torpağımızı çirkləndirməyin. Biz başqa bir istəyimiz yoxdur bunlardan. Onlar öz əhalisini daha çox zəhərləyirlər, nəinki bizləri. Ermənistanın iqtisadi inkişafı ətraf mühitin çirklənməsi və su hövzələrinin məhv edilməsi hesabına aparılmamalıdır. Təkcə Dəstəgirt və ətraf bölgələr üçün deyil, ümumilikdə Cənubi Qafqazın ekoloji təhlükəsizliyi üçün ciddi təhdiddir.
Ermənistanın mədən şirkətləri ekoloji normalara məhəl qoymadan təbiəti istismar edir. Nəticədə flora və fauna məhv olur, şəhərlər ölü şəhərə çevrilir, torpaq münbitliyini itirir. Bu məsələ beynəlxalq səviyyədə gündəmə gətirilməlidir ki, ekoloji balans qorunsun. Əks halda nəinki torpaq, elə insan yaşayışı da məhv olacaq. Rəhlə Rəfiq qızı, Xəlid Əliyev, ASTV xəbər.